Değerli şagirdlər, 76-cı sualda sürət zaman tənliyi 3D plus 15 şəklində olan düzxətli hərəkət edən cismin başlanğıc sürətini və təcilin modulunu müəyyən edin. Tənliyimiz gördüyünüz kimi 3D plus 15-dir. Bilirik ki, yeniləşən hərəkətdə sürət düsturumuz V bərabərdir. AT plus V0 yerlərini dəyişib yazıb hədlərin. Diqqət eləsək görürük ki, V0-ın yerində 15, T-nin əmsalı A 3-ün yerində durubdur. Daha doğrusu 3 A-nın yerinə durubdur. Demək ki, burada A 3, V0-ı 15-dir. Təcili 3, başlanğıc sürəti 15 olan E bəndində görünür. 77-ci sualda. Bu cismin təcili hansı istiqamətdə yönələr? Bilirik ki, F əvəzləyicinin MA düsturuna görə əvəzləyici qüvvə və təcil həmişə eyni istiqamətdə yönəlir. Yəni, təcil də qüvvə istiqamətdə sağa doğru yönələr C bəndidir. 78. Üfüqi yolda dayanmış yük maşınının ümumi çəkisi 150 kN-dur. Yükünü tamamilə boşaltdıqdan sonra onun çəkisi 3 dəfə azalarsa, maşında olan yükün kütləsini hesablayın. Diqqət eləsəniz bizə deyir ki, yolda dayanmış yük maşının ümumi çəkisi 150 kN-dur. P bərabərdir, mj bilirsiniz. P-nin yerinə durulmuş nə qədər? 150 kN. J də bilirik ki, 10-dur. Bu 10-la bu 0 ixtisar getsə, 15 kilo 10 üstü 3-dür, bərabər m. Ümumi kütlə nə qədərdir? 15.000 kiloqram, yəni 15 ton. Demək ki, m ümumi 15 ton oldu. Deyir ki, yükünü boşaltdıqdan sonra çəkisi, yəni kütləsi 3 dəfə azalar. Demək ki, yük getdikdən sonra maşında olan yükün kütləsini hesablayın. 3 dəfə azalıbsa, 15 tonu biz 3-ə bölsək, yerdə qaldı nə qədər? 5 ton. 3 dəfə azalır deyirsək, 5 ton avtomobilin kütləsidirsə, maşının kütləsidirsə, demək 10 tonda yükün kütləsi olar. Yükün kütləsi nə qədər imiş? 10 ton. Yəni 3 dəfə azalıbsa 5 ton avtomobilin, maşının kütləsidir. 10 ton isə yükün kütləsi olar. 79-cu sualda 8 saniyə ərzində 4 rəqs edən ipli rəqqasın rəqs periodunu müəyyən edin. Bilirik ki, rəqs periodu böyük T bərabərdir, kiçik T böl N. Bunların rəqslərinin sayı 4 rəqs edib, 8 saniyədə 8-də 4-ə böldük, elədi 2 saniyə. Olar D bəndi. 80-ci sualda K nöqtəsindən hərəkətə başlayaraq o tarazlıq nöqtəsi ətrafında rəqs edən yaya bağlanmış cisim bir period müddətində getdiyi yolu hesablayın. Bir periodda bilirik ki, o tarazlıq nöqtəsinin ətrafında hərəkətə başlayıb. K və L kənar nöqtələrdir. Bir periodda getdiyi yol 4 amplitudda bərabərdir. Baxırıq ki, bax bu məsafə KO və ya OL məsafəsi bunun amplitududur. Bir periodda getdiyi yol 4 amplituddur. Yəni 4 vurulsun. Baxırıq ki, L 20 ilə 35 arasında 15 cm məsafə var. Bu da elədir nə qədər? 60 cm. Demək ki, bunun bir periodda getdiyi yol oldu 60 cm, yəni A bəndi. 81-ci sualda μR ifadəsi ilə hansı fiziki əməliyyat təyin olunur? Μ sürtünmə əmsalı, R sətin reaksiya qüvvəsidir. Yəni, biz μR, biz istəyirsiniz buna μN və ya μF təzyiq deyək. Bu olur sürüşmə, sürtünmə qüvvəsi. Bu da olur sürtünmə qüvvəsi B bəndi. 82-ci sualda bir ucu divara bərkidilmiş sərtliyi 60 Nm olan, yəni K-nın qiyməti, rezin çubuğun deformasiya olunmamış birinci şəkil və deformasiya olunmuş ikinci şəkil təsvir olunur. Çubuğun sərbəst ucuna təsir edən qüvvənin modulunu hesablayın. Bu F-i bizdən soruşur. Baxırıq ki, bu çubuğun başlanğıc uzunluğu 0-dan başlayıb. L0-ı 6 cm-dir. Son uzunluğu isə 8 cm-dir. Bu çubuq x qədər, yəni L-L0 2 cm uzanmışdır.
Biz də elastiklik qüvvəsindən bildik ki, F bərabər Kx. K-nın yerinə verib 60. X-in yerinə 2 santi. 10 üstü mənfi 2. 2-ni 60-a vurduq 120. 10 üstü mənfi 2. Yəni 1,2 Newton. Olar A bəndi. 83-cü sualda hansı kürəcik dayanıqlı tarazlıq halındadır? Dayanıqlı tarazlıq ona deyirdik ki, tarazlıqdan çıxardan sonra əvvəlki halına qayıda bilirdi. Buradakı 2 fərqsiz tarazlıq halıdır. Bir kürəsini çökük körpünün dibindən kənara çıxarıb buraxsaq əvvəlki halına qayıda bilir. İpdən asılmış yükü kənara eləyib təzədən buraxsaq yenə geri qayıda bilir. Demək ki, burada 1 və 3 cisimləri dayanıqlı tarazlıq halındadır. 84-cü sualda qüvvənin qolunun sabit qiymətində qüvvə momentinin qüvvənin modundan asılılıq düsturu qrafiki hansıdır? Bilirik ki, M bərabər FD düsturuna əsasən F sabitdirsə, M daha doğrusu D sabitdirsə, M F-dən düz mütənasib asılıdır. Olar B bəndi. 85-də tarazlıqda olan çəksiz lingin uclarına tətbiq olunan qüvvənin F2 böl F1 nisbətini hesablayın. Tarazlıq şərtindən bilirik ki, F1 D1 bərabərdir, F2 D2. Biz də yazarıq ki, buradan tənasübdən F2 bölünsün F1 bərabərdir, D1 bölünsün D2. D1-in yerində gördüyümüz kimi ümumidən 2-ni çıxsaq 6, yəni bu məsafə. D2-nin yerində isə 2 durur. 6-nı da 2-yə böldük, elədi 3. D bəndi. 86-cı sualda Joule bölünsün saniyə hansı fiziki əməliyyatın vahidinə uyğundur? Mexaniki güc bilirik ki, M bərabərdir A bölünsün T-dir. Buradan bilirik ki, gücün vahidi watt, işin vahidi joule, zamanın vahidi saniyədir. Yəni joule bölünsün saniyə 1 watt-a uyğundur. Yəni mexaniki gücün vahididir A bəndi. Cismə onun hərəkəti istiqamətinə təsir edən qüvvə 4 metr yolda 20 joule iş görmüşdür. Bu qüvvənin qiymətini bilirik ki, mexaniki iş A bərabər Fs. Buradan F bərabərdir A bölünsün S. A-nın yerində 20, S-in yerində 4 yazsaq elədi 5 Newton. Yəni B bəndi. 88. Mühərrikin gücünün sabit qiymətində avtomobilin sürətini 2 dəfə azaltdıqda mühərrikin dartı qüvvəsi necə dəyişər? F bərabərdir M böl V düsturundan güc sabit olanda F-dən tərs mütənasib asılı olduğunu görürük. Avtomobilin sürətini 2 dəfə azaltsa, mühərrikin gücü 2 dəfə artar, A bəndi olar. 89-da açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Xarici qüvvənin təsirlə cismin formasının dəyişməsi deformasiya adlanır. Bura uyğun gələr 4. Xarici qüvvənin təsiri kəsildikdən sonra cisim əvvəlki forma və ölçülərini tam bərpa edərsə, belə deformasiya elastiki, plastiki deformasiya isə qüvvənin təsiri kəsiləndən sonra cisim öz formasını bərpa edə bilmədiyi haldır. Bu boşluğa da uyğun gəldi 3. Cismin deformasiyası nəticəsində yaranan və onu əvvəlki vəziyyətinə qaytaran qüvvə elastiklik qüvvəsi adlanır. Burada uyğun gəldi 2. Ardıcılığa baxsaq 4, 1, 3, 2. 4, 1, 3, 2 E bəndində görürük. 90-cı sualda rəqsin periodu və amplitudu var. Skalyar kəmiyyətdir. Hər ikisi skalyar olur. BCD vahidi metrdir. Hər ikisinin vahidi metr olur. Bir tam rəqsə sərf olunan zamandır. Bir tam rəqsə sərf olunan zamandır. Yəni bir dövrə sərf olunan zamandır. Bu rəqs periodu. Rəqqasın tarazlıq vəziyyətindən ən çox maksimum uzaqlaşdığı məsafədir. Bu da olur rəqs amplitudu. Yuxarıdakı 1, 3, 2-ni aşağıda 1, 2, 3 kimi yazsaq 3, 4, 12. 3, 4, 12 E bəndində görünür.